Değerli izləyicilər, bugün dadı acı olan, amma faydaları şirin olan zəncəfildən danışmaq istəyirəm. Zəncəfil nə qədər də immun sistemi artıran, iltihab əleyhinə, antioksidant baharat kimi tanınsa da, ən çox istifadə olunduğu sahə mədə-bağırsaq xəstəlikləridir. Köp, gəyirmə, həzmsizlik, aşırı qaz şikayətlərini ortadan qaldırır. Qəbizliyə çox müsbət təsir göstərir. Xüsusən də zəncəfil keçməyən ürək bulanmalar zamanı geniş tətbiq olunur. Hamilələrdə dərman preparatı verə bilmirik deyə zəncəfildən istifadə edə bilərik. Həmçinin kimya terapiya alan onkoloji xəstələrdə, xərçəng xəstələrində də ürək bulanma zamanı zəncəfildən istifadə etmək olar. Təbii ki, həkim məsləhəti ilə. Zəncəfil həmçinin də pis xolesterini aşağı salır, insulin direncini ortadan qaldırır. Buna görə qaraciyər yağlanmasının da qarşısını alır. Yağların bədəndən çıxmasına kömək göstərdiyi üçün çəki verməmizi də rahatlaşdırır. Zəncəfil dilimlənərək üzərinə qaynar su tökürük, 10-15 dəqiqə dəmləyərək istifadə edə bilərik və həmçinin də ki, toz şəklində istifadə edə bilərik. Gündə 1-2 dəfə istifadə olunması tövsiyə olunur. Sutkalıq doza, yenə deyirəm, 1 qram, 1.5 qramı keçməməlidir. Əgər bu dozanı keçəriksə, bu zaman reflux şikayətini artıra bilər, yanma, göynəmə kimi şikayətlər verə bilər. Ona görə də lazımı dozada dediyimiz xəstəliklərdə istifadə olunmalıdır. Hamilələrdə həkim məsləhəti olmadan istifadə etmək məsləhət görülmür.